Avropanın İSYAM-WF Hava Tədqiqatları Mərkəzinin model proqramlarının yenilənmiş məlumatların təhlillərinə əsasən hazırda Qafqazın Cənubi Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. Çünki Xəzər ərazisində intensiv xarakterli ekstratropik siklon sisteminin aktiv inkişafı müşahidə edilir. Aprel ayının 7-ci və 8-cində Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabitləşməsi müşahidə edilirsə, aprel ayının artıq 8-də xüsusən Türkiyənin, qonşu Türkiyə ərazisində hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Çünki Rusiyanın qərbində atmosfer təzyiqinin azalma fonunda soyuq havanın, yəni mövsüm üçün xarakterli olmayan soyuq hava kütləsinin tədricən Qara Dəniz ərazisinə daxil olması nəticəsində aprel ayının 8-də əvvəlcə Türkiyə ərazisində hava şəraitinin kəskin dəyişikliyi gözlənilir. Aprel ayının artıq 9-u və 10-da isə bu sistemin tədricən Qafqaz ərazisinə doğru yaxınlaşması gözlənilir. Qafqazın Cənubi Azərbaycan ərazisində bugünkü təhlillərə əsasən aprel ayının 9-u və 10-da hava şəraitinin kəskin dəyişilməsi ehtimalı var. Çünki artıq bu sistemin təsirindən həm Qara dənizdən, həm də Aralıq dənizindən, eyni zamanda Xəzər dənizindən rütubətli hava kütlələrinin orta troposferə doğru daşınması gözlənilir. Nəticədə havada buludluğun artması, yağış yağması, yağıntıların isə Böyük Qafqazda, Kiçik Qafqazda, Naxçıvanda, eyni zamanda Böyük Qafqazın şimal şərqində və Gəncə Qazaxda lokal xarakterli intensiv və güclü olması ehtimalı var. Aprel ayının 12-si və 13-də yenidən Qara Dəniz arasında növbəti ekstratropik siklon sisteminin aktiv inkişafı gözlənilir. Növbəti prosesinin nəticəsində aprel ayının 14-ü və 15-də də üçüncü bir atmosfer cəbhəsinin ərazinin keçməsi gözlənilir. Ümumilikdə aprel ayı ərzində tez-tez hava şəraitinin kəskin dəyişilməsi ehtimalı var. Ən çox da Rusiyanın qərbində, Qara Dəniz ölkələrində, Xəzər ölkələrində aprel ayı ərzində hava şəraitinin tez-tez dəyişilməsi, xüsusilə də bu proses ən çox da aprel ayının 1-ci və 2-ci 10 günlüyü ərzində, 2-ci 10 günün sonlarına qədər olan müddət ərzində bu prosesin aktiv inkişafı gözlənilir. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İSYAM-WF Hava Tədqiqatları Mərkəzinin son məlumatların təhlillərinə əsasən xüsusi ilə də aprel ayının 8-dən başlayaraq Rusiyanın qərbində aprel ayı üçün xarakterik olmayan qeyri-adi dərəcədə bir soyunma gözlənilir. Bu proses nəticəsində orta troposferdə ekstratropik siklon sisteminin aktivləşməsi nəticəsində Qara Dəniz ərazisində, Qara Dəniz ölkələrində, qonşu Türkiyədə, Gürcüstan ərazisində və Qafqaz ərazisində hava şəraitinin tez-tez kəskin dəyişilməsi üçün ümumi sinoptik şəraitin yaranması gözlənilir. Aprel ayının 8-ci əvvəlcə Türkiyə ərazisində hava şəraitinin kəskin soyulması, leysan xarakterli yağışların yağması, hətta sulu qar və qarın donunun yağması ehtimalı da var. Aprel ayının artıq 9-u və 10-da isə bu sistemin tədricən Qafqaz ərazisinə doğru yaxınlaşması gözlənilir. Türkiyə ərazisindən fərqli olaraq Azərbaycan ərazisində bir neçə tipli hava axınlarının təsiri altında proseslərin təşkillanması gözlənilir. Çünki Türkiyə ərazisi birbaşa olaraq Rusiyanın daxil olması gözlənilən soyuq hava axınlarının təsiri altında olacaq aprel ayının 8-9-u və 10-da. Lakin Azərbaycan ərazisi isə bu ekstratropik tipli siklon sisteminin sağ qolunun təsiri altında olacaq. Nəticədə xüsusi ilə də artıq Azərbaycan ərazisində həm soyuq hava kütlələrinin, həm də isti hava axınlarının tez-tez bir-birlərinin mübarizəsi nəticəsində aprel ayının 9-u, 10-u və 11-də topa yağış və laylı yağış buludlarının ən çox da Azərbaycanın şimal və qərb rayonlarında aktiv inkişafı gözlənilir. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Aprel ayı üçün xarakterik olmayan qeyri-adi dərəcədə soyuq hava axınlarının Rusiyanın qərbindən sinoptik şərait nəticəsində Qara Dəniz ölkələrinə doğru yaxınlaşması nəticəsində aprel ayının 8-dən başlayaraq hava şəraitinin kəskin dəyişilməsi əvvəlcə Türkiyə ərazisindən müşahidə ediləcək. Aprel ayının artıq 9, 10 və 11-də bu sistemin artıq xüsusilə sağ qolunun Qafqazın cənubundan keçməsi fonunda həm subtropik mülayim isti hava axınlarının, həm də soyuq hava axınlarının Qafqaz ərazisində bir-birlərinin toqquşması fonunda Qafqazın həm şimalında, həm də Qafqazın cənubunda intensiv xarakterli leysan yağışlarının yağması, dolu yağması, şimşək çaxması, torpaq sürüşmələrində artım ehtimalı var və eyni zamanda sel daşqın proseslərində artım ehtimalı var. Bu prosesdə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, xüsusi ilə də bu ekstratropik siklon sisteminin soyuq qolunun Türkiyə ərazisində aktiv olması gözlənilir ki, nəticədə Türkiyə ərazisində hava şəraitinin daha çox, daha da ciddi şəkildə soyulması gözlənilir. Lakin Azərbaycan ərazisi isə bu ekstratropik siklon sisteminin mülayim qolunun təsiri altında olacaq. Yəni sağ qolunun təsirindən həm Aralıq dənizindən, həm Qara dənizdən, həm də Türkiyənin eyni zamanda şərqindən və Azərbaycanın Xəzər ölkələrindən, Xəzər ərazisindən xüsusilə də orta troposferə doğru rütubətli hava axınlarının daşınması gözlənilir. Nəticədə bu soyuq tipli ekstratropik siklon sisteminin nüvəsindəki proseslərin təsirləri bu həddə çatacaq ki, həm isti hava axınlarının, həm də soyuq hava axınlarının Qafqaz ərazisindən mübarizəsi gözlənilir. Nəticədə
xüsusilə də topa yağış və laylı yağış buludlarının aktiv inkişafı üçün münbit sinoptik şəraitinin yaranması gözlənilir ki, bu da artıq Azərbaycanın xüsusilə də Kiçik Qafqaz rayonlarında, Naxçıvanda, Gəncə Qazaxda, Böyük Qafqaz arasında və Böyük Qafqazın şimal-şərqində, eyni zamanda Dağlıq Şirvan arasında tez-tez leysan xarakterli yağışların yağmasına səbəb olacaq. Bu prosesin aktiv şəkildə aprel ayının ikinci 10 gününün sonlarına qədər olan müddət ərzində aktiv inkişafı gözlənir. Bu tip soyuq hava axınları aprel ayı üçün xarakterik olmayan bir prosesdir. Aprel aylarında təbii ki, əvvəlki dövrlər aprel ayında bu proseslər təxminən 10 il, 15 il bundan öncə təşəkkürlanıb, lakin bu tipdə olan bir soyuq hava dalğasının xüsusilə də qlobal istiləşmə dövründə baş verməsi qeyri-adi dərəcədə bir dəyişikliyin xəbərdarlıq edicisidir. Xüsusilə də 2026-cı ilin yaz və gürsuluq dövründə iyun ayının birinci 10 gününə qədər olan müddət ərzində bu gürsuluq dövrü davam edəcək və nəticədə ümumilikdə yağıntılarda artım təbii ki gözlənilir, lakin bu il isə bu yağıntıların daha da artıq yağması gözlənilir, çünki super El Niño prosesləri nəticəsində bir çox qlobal amillər artıq imkan verəcək ki, eyni zamanda Rusiyanın qərbində də qeyri-adi dərəcədə bir soyuma gözlənilir. Nəticədə 2026-cı ilin aprel, may və iyun ayının birinci 10 günlük ərzində tez-tez Rusiyanın qərbində, Qara Dəniz ərazisində, Şimali Qafqazda, Cənubi Qafqazda hava şəraitinin tez-tez dəyişilməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənir. Bu proseslər havanın temperaturunun kəskin dalğalanmasına səbəb olacaq. Havanın temperaturunda tez-tez yüksəlmə, tez-tez azalma gözlənilir. Bu da xüsusilə də tufan proseslərinin artmasına səbəb olacaq. Çünki Azərbaycan ərazisi soyuq və isti hava axınlarının cəbhə bölgəsində yerləşəcək, nəticədə hava şəraitinin hər 2 gündən, hər 3 gündən bir tez-tez dəyişilməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənir. Bu barədə ümumi olaraq hava təhlillərinin analizi haqqında yenilənmiş məlumatların təhlilləri kanalında yayımlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer prosesində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayımlanacaq.